Eldar Mahmudovun işdən azad olunmasından sonra nazirlik ətrafındakı qalmaqallar səngimək bilmir. Nazirin işdən azad edilməsi qurumdakı bir çox əməkdaşların da həbsinə səbəb oldu. Milli Təhlükəsizlik Nazirliyində yüksək post tutmuş, yüksək nüfuz olmuş və adı bir çox qalmaqallarda havlanan Akif Çovdarov da vəzifəsindən uzaqlaşdırılıb. Mətbuatda isə Akif Çovdarovla bağlı bir çox maraqlı faktlar üzə çıxıb. Milli Təhlükəsizlik Nazirliyinin daha bir rəsmisi vəzifəsindən azad edildi. Bu, bir müddət öncə oğlu işdən çıxarılan və Eldar Mahmudovun kassiri adlandırılan Akif Çovdarovdur. Hazırda ciddi nəzarət altına saxlanılan və həbsi istisna edilməyən general-mayor Akif Çovdarov Milli Təhlükəsizlik Nazirliyində energetika və nəqliyyat sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə çalışıb. Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən və bu nazirlik ətrafında baş verən söz-söhbətdə də elə öncə Akif Çovdarovun adı hallanırdı. Vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə, sahibkarlardan qanunsuz tələb etmələr, həmçinin dinləmələrdə də Çovdarov Eldar Mahmudovun sağ əli olaraq iştirak edib. Bilirsiniz ki, bu insanlar məni həbsə atdılar, uzun müddət yalançı, saxta iddialarla həbsdə saxladılar. Amma buna baxmırıq, mən həbsxanada da belə həmin o Akif Çovdarov haqqında 2009-cu ildə Daxili İşlər Nazirliyinə ifadə verdim. Hər gün yazırdım. Avropa məhkəməsinə onunla bağlı hesabat göndərdim. Araşdırmacı jurnalist deyir ki, ölkənin milli təhlükəsizliyinə cavabdehlik daşıyan qurumun əsas işi və bu məsələdə xüsusi cənfəşanlıq nümayiş etdirən Çovdarov aylıq gəliri 5000-dən çox olan ölkə əhalisinin siyasını tutaraq onların telefonlarını dinləyirmiş. Bütün bunlarla yanaşı Akif Çovdarovun özünə məxsus gizli həbsxanaları da var imiş. Onlar sahibkarların başına torba keçirib, məhkəmə qərarı olmadan, qanunvericiliyin tələblərinə rəğmən başına torba keçirib, aparıb həmin o zirzəmilərdə, o evlərdə saxlayırdılar və onlardan maliyyə vəsaiti alınmayana qədər onları sərbəst buraxmırdılar. Külli miqdarda vəsait alırdılar, kimdən 400 min, kimdən 500 min. Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyinin 15-dən çox vəzifəli şəxsi həbs olunub.